Rusiya səmasında gərgin anlar. Moskvadan qalxan sərnişin təyyarəsinin mühərriki havada yandı. Moskva-Phuket reysi üzrə uçan sərnişin təyyarəsi mühərrikin yanması səbəbindən təcili eniş eləyib. Reportun Rusiya kütləvi informasiya vasitələrinə istinadən verdiyi məlumata görə yanğın enişdən əvvəl söndürülüb. Təyyarə Domodedovadan saat 21:19-da havaya qalxıb və bu müddət ərzində Moskvanın cənub hissəsi üzərində dövrə vurub. Aviasiya xidmətlərindən bildirilib ki, təyyarə gözləmə zonasına daxil olub və yanacağı sərf eləyib. İlkin məlumata görə bortda 412 sərnişin və 13 ekipaj üzvü olub. Təyyarə saat 22:38-də Domodedovaya enişə hazırlaşırdı. Hadisəyə baxmayaraq hava limanı normal rejimdə fəaliyyətini davam etdirir.